Hal-hazırda əmlak bazarında bax bu evin siftəsini biz eləyirik. Allah xeyir versin. İnşallah sahibi kim olacaqsa, yəni həqiqətən də möhtəşəm ev alır. Buradan deyim əziz müştərilərimiz, sizi salamlayıram. Övsan Mida yaşayış kompleksi ilə üzbəüz. Zeytun dairəsində 1 dəqiqəlik məsafədə, əsas yoldan 20 metr aralı məsafədə paket kupça. Bəli, ekranda görürsüz, həm ipotekaya yararlıdır, evin də, torpağın da sənədləri qaydasında. Baxın, çəni də qoyulub hazır göstərsin. Həyat ayağı yolusu tualeti də var orada. Onun üstündə çəni də var. Birbaşa kombi hazır, turbanı birbaşa evə veriblər. Hər bir şey hazırdır. Bu ev satış niyyəti ilə tikilməyib. İndi belə tutması üzünə baxıb deyirsiniz ki, yox bu elə satış niyyəti ilə deyil, heç yaşayış olmayıb, amma öz qardaşım üçün tikmişəm deyir. Mənə bu evi yazdıran insan, yəni mənə bu evi deyən insan deyir, öz qardaşım üçün tikmişəm. 2.3 sotun içində 100 kvadrat evdir. Divarın tarsovkasına bir dənə diqqət edək, biləcəksiniz ki, həqiqətən də yəni bu ev satış niyyəti ilə deyil. Burada onsuz da znaklardan bilinir. Orada radno znaklardan bilinir ki, ev həqiqətən də odur da, yəni özüdür maşallah. Çıxardaq ayaqqabılarımızı bismillah. Allah xeyir versin. Allah hər kəsə belə gözəl ev qismət eləsin. Bir dənə aboyu ilə, koridorun aboyu ilə tanış olaq. Parça aboylardır, möhtəşəm, yəni işıqlanmasını falan göstərsin, hamısını görsünlər. Sportları falan hamısı keyfiyyətli. Bir də mətbəxinə baxaq. Qapılar da gözəl qapılardır. Mətbəxinə bu nə düşün belə? Sən bilərsən. Mən bilmədim. Hamısını qoyublar da hazırdır da. Yəni ev demək olar hazırdır. Mətbəx mebeli yığ, ki rahat yaşa. Aboyların stiklarına kimi. Yəni bir yan falan görsünlər bu aboyları həqiqətən. Qaz sızmasına qarşı. Hə. Baxın hər bir şey qoyulub. Olal olsun, olal düzəldib. Bir də mətbəx mebeli yığırsan bura, əşyaları yığ. Yaşa. Şəxsi tikili. Bilə-bil şəxsi tikili evdir qoşadaşla. Yəni bu kafrondan vururlar. Bilməm nə deyirlər ona. Adını dəqiq bilmirəm də mən indi. Kermogranitdir də. Yəni bunun 300-400 manat fərq edir vurduqları ilə, şirmayı ilə yəni. Kapronla 300-400 manat fərq edir. Daxil olaq burada sizə bir yataq otağımızı göstərir. Orta zal boyda deyirsəniz. Bura baxmamışdım mən. Aboylar çox qəşəngdir vallahi. Nə bilim, sizə indi bəlkə aboy elə bir şeydir ki, həqiqətən də zövq məsələsidir də. Buna bax, 3D aboylar zətdə, hər bir şey. Parça aboylar da hamısı qoşadaşla inşa olunub. Həqiqətən də ürəklə tərif ediləcəsi, yəni evdir. Ona görə rahat danışıram bu evdə. İstəsəz buranı zal eləyin, istəsəz oranı eləyin, amma burada zalı bura buraxıblar. Antenaya qədər veriblər bir şey bura hazır dəyişəyində. Qoş birbaşa Allah xeyir versin. 2.3 sotun içində 100 kvadrat Mida ilə üzbəüz, sosial binalarla üzbəüzdür. Hər bir şey göz qabağındadır. Yəni məsəl üçün hamam tualet deyib baxın bir hamam tualetə. İstipol da özdə yeridə. Döşəməsi istipol, güzgülərini qoyublar. Hər bir şey hazırdır. Moydadırlar kimi. Bir dənə də son olaraq burada otağımız var, yataq otağımız. Onu da təqdim edəyik sizə. Pəncərələri də maşallah hamısı hər bir şey. Burada bahalı da hər bir şey. Yəni ucuz heç nə yoxdur burada. Özdə divara da birləşməyib. Göstərəm də görsünlər. Aralı da divardan da evimizin arxa tərəfi də bomboşdur. Qiymətimiz, start qiymətimiz dediyim kimi. Və paket kupçada 109.000 manatdır. 109.000